Salam, güvən test toplusundan azon və su bölməsinin izahlarına baxacağıq. Deməli 23.3-dən başlayırıq. Birinci sualda deyir ki, qaz halında maddə X və Y olaraqdan və dəqiqə bunu gətirim. Deməli X və Y olaraqdan deyir havaya görə nisbi sıxlığı birdən kiçikdir, birdən böyükdür. Birdən böyük və xoş iyili olan variantların arasında baxırıq hidrogen, oksigen və azon var da, düzdürmü? Xoş iyili olan, deməli bu X uyğun gəlici azona. İyisizdir, bu oksigenlə hidrogendir, amma sıxlığı birdən belirliyində kiçikdirsə, bu hidrogenə uyğun gəlir, onda birdən böyük olan da oksigen olacaq. Buradan da uyğunlaşdırırıq azon, hidrogen və oksigen olaraqdan uyğun cavab Y variantı olacaq. Keçdiyi növbəti ikinci sualda X bəsit maddəsi oksigenlə birbaşa qarşılıqlı təsirdə olub Y maddəsi əmələ gətirir. Məsələn, natrium birbaşa oksigenlə reaksiyadan natrium peroksid alınır. Doğru ifadədir. Flor oksigenlə birbaşa reaksiyası yoxdur. Ona görə bu da yanlış. Argentin birbaşa oksigenlə reaksiyası yoxdur. Bu da yanlış. Yalnız bir doğrudur. Uyğun cavab A. Kalium yod üzərinə X. Buradan təbii ki, biz bilirik ki, azonun xassələrindəndir. Yəni, burada X maddəsi azon, alınan Y maddəsi də oksigen olacaq. Və X və Y üçün eyni olan nədir? Yəni, azon və oksigen üçün eyni olan nədir? Oksidləşdirici qabiliyyətlər təbii ki, fərqlidir. Azonda daha çoxdur. Sıxlıqları fərqlidir, çünki emirləri fərqlidir. Molyar həcmləri eynidir. Yəni, hər biri 1 molu 22,4 litr həcm tutur normal şəraitdə. Ona görə də ikisi də qaz olduğuna görə molyar həcm eyni olacaq. Yalnız 3. Doğru cavab Y variantı. Dördüncü sualımızda deməli kalium yod, yenə burada da oksigen və azondan söhbət gedir. Oksigen də verib, deyir X üçün hansı ifadə doğrudur? Baxırıq, adi şəraitdə qazdırmı? Bəli. Gümüşü oksidləşdirir. Bəli, argentin 2O vəziyyətinə gətirir. 0,1 molunun kütləsi 3,2-dir. 4,8 olmalıdır. 1 molu 48 isə 0,1 moldur. 4,8. Yəni, bu yanlışdır. 1, 2, uyğun cavab D variantı. Növbəti 5-ci sualımızda, deməli, X litr oksigen azonatordan keçirilib. Görürük, 20 litr oksigen, 20 litr də azon alınıb. Bu reaksiyanı yazaq. Oksigendən azonun alınması reaksiyası əmsallaşdırırıq. Başlanğıc, səhv, tarazlıq yazıram. Bu da 20-dir, bu da 20-dir. İndi 20 azon alınması üçün mən 30 da oksigen sərf eləməliyim. Onda oksigenin əvvəli olacaq 50. X oldu 50. Deyib başlanğıcda götürülmüş oksigenin həcmini hesablayın. Uyğun cavab 5-də B variantı. 6-cı sualda, deməli, azonator cihazından 100 litr oksigen keçirilib və oksigenin 15% azona çevrilib. Bax, oksigeni çevirdik azona, əmsallaşdırdıq, başlanğıc, səhv, tarazlıq şəklində yazdıq. Bunu 100 litr götürmüşdüm, düzdürmü? Bunun 15%, yəni 15 litr çevrildi, yerdə qaldı 85 litr. Və əmələ gələn azonun həcmini hesablayın. Buradan nə qədər əmələ gələcək? Əgər 3-dən 2 əmələ gəlirsə, 15-dən nə qədər əmələ gələr? 10 litr azon əmələ gəlmiş olur. C variantı. 7-ci sualımızda, deməli, 60 litr oksigen azonatordan keçirilib və bu zaman 6 litr azon alınıb. Deyir, oksigenin neçə faizi azona çevrilib? 3 mol oksigen 2 çevriləndə 2 mol azon alınır. Düzdürmü? İndi 6 litr azon alınıbsa, onda nə qədər oksigen verdikdə azonlaşıb? 6-nı vururam 3-ə, 18 bölürəm 2 eləyir 9 litr. Yəni, ümumi 60 litr götürmüşdüm, bunun 9-u azona çevrilib. Onda 9 60-ın neçə faizini təşkil edir? Bu da 15%, etmiş olacaq. Uyğun cavab D variantı. Növbəti 8-ci sualımızda yenə oksigen azona çevrilib. Deyir, nə qədər azon alınır? 10 mol oksigendən 15% çevrilib. Onu vururam 15-ə bölürəm 100-ə. Bu da eləyir 1,5 mol oksigen çevrilib azona. Oksigen azona çevriləndə 2, 3. 3 mol çevriləndə 2 mol azon əmələ gəlir.
1/5-dən də deməli 3-ün yarısıdır. Buradan da 1 mol azon əmələ gəlmiş olacaq. Yəni normal şəraitdə 22,4 litr. Uyğun cavab B variantı. Keçdik 9-cu sualda 50 litr oksigen var. Bax, yenə də oksigen müəyyən hissəsi çevrildi azona. 3, 2. Başlanğıc, sərf tarazlıq. Başlanğıcda nə qədər oksigenin var? 50. Axırda nə qədər oksigen artıq qalır? 20. Deməli 30-u çevrilib. 30-dan da nə qədər azon ala bilərsən? 3-dən 2 alırsansa 30-dan da 20 alacaqsan. Alınan da azonun yazdıq bura. İndi azonun həcm payı axırda nə oldu? Yarı-bayarıdırlar da. Deməli 50% oksigen var, 50% də azon var. İndi bizə deyir ki, alınan azonun həcmini hesablayın. Yəni 20 litr azon alınmış olur. Uyğun cavab A variantı. Sonra 10-cu sualımızda 3 mol azon, 2 molda oksigenimiz var. Bax, bu azon, 2 molda oksigen. Və ümumilikdə 108 qram gümüş üzərindən keçirilir. Yəni 1 mol gümüş üzərindən. Təbii ki, azon ancaq gümüşlə reaksiyaya daxil olacaq. Və buradan argentin 2O plus oksigen alınır. Reaksiyanı əmsallaşdırıram. İndi 1 mol gümüşdürsə, deməli bundan da 2-yə 1-dir. 1-ə də 0,5 mol azon reaksiya daxil olmuş olacaq. Yəni 3 moldan 0,5-i getdi. Yerdə qaldı 2,5 azon. Bəs oksigen də burada yeni əmələ gəlib baxır. 1 molundan 1 mol əmələ gəlirsə 0,5-dən də 0,5 oksigen əmələ gələcək. Bunda üzərinə gəlirəm 0,5. Bu da elədir 2,5. Deməli 2,5 azon qaldı. 2,5 də oksigen alındı. Yəni həcm payları baxanda eyni, yarı-bayarı, yəni 50% olacaq C variantı. 11-ci sualda 30 mol oksigen azanatordan keçirilib. Yəni oksigeni keçiririk azanatordan. 2, 3 başlanğıc, sərf, tarazlıq şəklində yazıram. 30 mol deməli çevrilmişdir, düzdürmü? Hər biri əmsalına uyğun sərf olunur, əmsalına uyğun da alınır. Deməli 3x sərf olunanda bu da 2x alınır. Yerdə oksigen nə qədər qaldı? 30-dan 3x-ni sərf elədim. Və axırda bunların qarışığı cəmi 25-ə bərabərdir. Buradan da tapıram ki, x bərabərdir. Deməli, x 30-dan 25 çıxanda 5. X də bərabərdir 5-ə. İndi x-i tapandan sonra 3 dəfə 5-im 15 mol oksigen sərf olunduğunu tapıram. Və 2x qədər, yəni 2 vur 5, 10 litr də azon alınır. İndi bizə deyir ki, qarışıqda azonun kütlə payını hesablayın. İndi axırda qarışığımız nədir? 30 çıxılsın 15, yəni 15 litr oksigenimiz var, 10 litr də azonumuz var. Axırıncı qaz qarışığı bundan ibarətdir. İndi burada azonun kütlə payını hesablasam, omega azon bərabərdir 480 qram, yəni 10 mol azon. Bölürəm 480 üstə gəl 480 qram eləyir çünki hər ikisi. Vurulsun 100. Bu da 50%li məhlul, daha doğrusu 50%, yəni kütlə payı olaraq azonun hesablamış olduq. Keçdik 12-ci sualda oksigenin azona çevrilməsi zamanı. Oksigen çevrilib azona. 2, 3. Deməli, başlanğıc, sərf, tarazlıq yazıram. Eyni sıra ilə gedirəm ki, hamısı eyni tipdə olsun ki, oturuşsun. Deməli, başlanğıcda bax 100 litr tutaq ki, oksigenimiz var və buradan sərf olunub qalıb x-i. Deməli, 100 minus x qədəri sərf olunmuş olur. İndi bizə deyir ki, ta bir anında azonun həcm payı 50%-dir. Yəni, həcm payı 50% nə deməkdir? Yəni ki, bu tutaq ki 2A-dırsa, bu bölüsləri pozun. Yəni azondan başlayaq. Tutaq ki, bu 2A qədər alınıbsa, deməli ki, oksigen də 2A qədər artıq qalıb deməkdir. Yəni bunlar eyni miqdarda, yəni 50%-dirlər. İndi buradan baxıram ki, mən 2A-nın azonunu almaq üçün nə qədər oksigen sərf eləməliyəm? Əmsala uyğun 3A. Deməli, 100 də 5A-ya bərabərdir. Buradan da A bərabərdir 20. Deməli, bizə də ki, x-i müəyyənləşdirdi. X nədir? Azonun artıq, oksigenin artıq qalanı, yəni bu. Onda A 20-dirsə, 2A da bərabər olacaq 40-a.
Uyğun cavab 12-də C variantı. Keçdik növbəti 13-cü sualımızda. Deməli, oksigendən azonatordan azon alınıb. Baxırıq ki, x-dən gəlib x-3-ə. Düzdürmü? İndi bunu yenə başlanğıc səhv tarazlıq kimi də yaza bilərsiniz. Azalma ilə də gedə bilərsiniz. Bax, məsəl üçün, oksigendən 3 molundan 2 mol azon almalısan. Yaz başlanğıc səhv tarazlıq. Deməli, başlanğıcda x moldur. Axırda da tutaq ki, x-3 qalıb. Yəni, 3 azalıb da əvvəlkinə nəzərən. Biz baxırıq ki, x-dən 3-dən 2-yə gələndə bir azalma baş verir. Düzdürmü? Mol miqdarlarında. Onda bir azalmada mən 3 mol oksigen sərf edirəm. Yaxşı, burada baxıram ki, 3 azalma var axı, x-3 yaz. 3 azalmada da deməli 9 oksigen sərf edəcəm. Buraya yazıram 9. Yerdə qaldı x-9. Bəs azon nə qədər alınır? 3-dən 2-dirsə 9-dan da 6 alınacaq. Buradan indi bu azonumuz x-9-da oksigenimiz. Deyir ki, oksigenin alınan qaz qarışığının orta molekul kütləsi 36-dır. 36-dırsa, onda orta molekul kütlə düsturunda gətirin yerinə qoyun. M1, N1. Üstəgəl M2, N2 bölünsün N1 üstəgəl N2. Bu düsturda gətirib yerinə qoyacağım. 36 bərabərdir. X-9 molu vururam 32-yə. Üzərinə gəlirəm 6 molu vururam 48-ə. Və N1 üstəgəl N2. Yəni X-9 üstəgəl 6 cəmi edir X-3. Buradan da hesablayıb tapırıq ki, deyir bizə oksigenin artıq qalan mol sayını, yəni bu x-9 tapın. Biz buradan tapırıq x bərabərdir 27-yə, bu düsturdan tənliyi həll edəndə və artıq qalan miqdarı da x-9-daxı, onda 27-dən də 9-un çıxanda 18 artıq qalmış olacaq. Uyğun cavab olacaq A variantı. 14-cü sualda deməli oksigen və azon üçün Eyler-Venn diaqramında oxşar və fərqliləri belə deyək ki, növbəli olaraq yazacağıq. İndi gümüşü oksidləşdirir, bu azona aiddir. Sonra İysizdir. İysiz olması bu oksigenə aiddir, çünki azon xoşiylidir. Ağardıcı kimi istifadə olunur, bu azona aiddir. Sonra qaz halındadır, hər ikisinə aiddir. Sənayedə maye havanın distilləsindən oksigen alırlar. Yeni də bura. B, Y, D və A, C şəklində də uyğunlaşdırmış olduq. Keçdik. Uyğunluğu yenə də müəyyən edin. Deməli, oksigenin alınma üsulları sənaye, laboratoriya və yaxud da ki, kosmik gəmilərdə. Kosmik gəmilərdə oksigen bərpa reaksiyası kimi baxırıq. Natrium peroksid və belə deyim, kalium superoksidin dimerinə karbon qazı ilə təsir eləməklə natrium karbonat və oksigen alınacaq buradan. Bu kosmik gəmilərdə oksigen bərpa reaksiyasıdır. D-ni yazdıq bura. Başqa o birisi yoxdur burada. Maye havanın distilləsi sənaye üsuludur. Heç bir metal iştirakında getmir. Bunu yazdırıq bura. Haradasa metalları görürüksə, deməli bu da laboratoriya olacaq. Sadəcə burada barium peroksidin qat sülfatla bu azon reaksiyasıdır. Bizdən oksigen dediyinə görə bunun heç birinə aid eləmirəm. Amma yerdə qalan A ilə C-ni isə laboratoriya üsulu olaraq götürmüş oluruq. Getdik 16-cı sualda oksigendən azon alınması reaksiyasına aid olan xüsusiyyətləri müəyyənləşdirin. Oksigendən azonun alınması. Bu reaksiyadan söhbət gedir. Deməli, molekul sayı dəyişir. Molekul sayı təbii ki 3-dən düşür 2-yə və 3 Na-dan düşür 2 Na-ya, yəni dəyişir, doğrudur. Ümumi kütlə dəyişmir, çünki 3 mol oksigenlə 2 mol azon atom sayıları eyni olduğuna görə ümumi kütlə də dəyişmir. Yəni bu yanlış ifadədir. Zəhərli maddə alınır, bəli, azon zəhərlidir. Həcmin dəyişməsi ilə gedir, 3-dən 2-yə gedirdi, təbii ki həcm dəyişəcək. Adi şəraitdə gedir, xeyr. Ultrabənövşəyi şüaların təsirindən və yaxud da ki, azonator adlı cihazda gedir. Yəni, adi şəraitdə gedən reaksiya deyil. Deməli, burada da 1, 3, 4 oldu doğru variantlar.
17-ci sualda natrium peroksid üzərinə karbon qazı əlavə elədik. Oksigenin bərpa reaksiyasıdır. Qəşet maddələrdir çünki X-Y-Z. Deməli, X oksigen olacaq. Barium peroksid qatı sülfat turşusu iştirakında Y maddəsi azon olacaq. Metanın su ilə reaksiyasına konversiya reaksiyasıdır. Bu da hidrogen və oksigen. Deməli, X oksigen olsaydı X yazardı. Deməli ki, Z nədir? Hidrogendir. H2. İndi deyir ki, görək davamı varmı bunun? Hə, 5 dənədir. İndi bizə deyir ki, hansı reaksiyalar gedə bilər? Deməli, X oldu oksigen, Y oldu azon, Z oldu hidrogen. Argentiumun üzərinə Y əlavə etsəm, argentium bəli, gümüşlə, daha doğrusu azonla reaksiya verəcək. Bu deməli, reaksiya baş verə bilər. Kalium yod, burada X azondur, burada oksigen olmaz, yəni bu getdi. Alüminium Z-lə, hidrogenlə olmaz. Silisium X nədir? Oksigen, bəli, oksigenlə gedir. Sonra X Z-lə oksigen və Z nə idi? Hidrogen. Oksigenlə hidrogen bu da gedir. Deməli 1, 4, 5. Uyğun cavab bu şəkildə olacaq. Keçdik 18-ci sualımıza. Yenə də azondan oksigendən azonun alınması reaksiyasıdır. Oksigendən aldıq azonu. 3, 2, başlanğıc səhv tarazlıq yazıram. X mol görürəm ki, oksigen götürülür və indi 5 azalma var. Deməli, 1 azalmada 3 mol oksigen sərf edirəm. 5 azalmada 15 mol oksigen sərf edəcəm. Yerdə qaldı X minus 15. Və bu zaman nə qədər azon alınır? 3 oksigendən 2 azon alınırsa, 15-dən də 10 azon alınacaq. Bunu da yazıram bura. İndi deyir ki, son qarışığın həcmcə 50% azondur. Yəni 10 molu azondursa 50%dir. Onda digərdə 10 mol olacaq. Deməli, X də bərabərdir 25-ə. Bizdən də X istəyir. Cavab olacaq 25. 19-cu sualımızda 5 mol oksigen qazı azonatordan keçirilir. Oksigen çevrilir azona. 2, 3. Başlanğıc səhv tarazlıq yazıram. 5 molu qoydum azonatora. Və ümumi mol sayı 20% azalır. 5-dən 20%. 5-in 20%-i nə qədər edir? 1 mol azalma, 1 azalma. 1 azalmada 3 mol oksigen sərf olunur, 2 dənə azon alınır. Deməli, 5-dən 3 çıxanda 2 qaldı. İndi deyir, hansı ifadə doğrudur? 2 mol azon əmələ gəlir, doğru. Əmələ gələn qarşıda azon həcmcə 50%-dir, bəli, ikisi də eyni olduğuna görə 50-50-dir, bu da doğru. Əmələ gələn qarşılıqda azon kütləcə 50%-dir. Xeyr, həcmcə 50%-dir. Kütləcə 60% olacaq. Yəni 2 mol 2-ni vururam 48-ə, bölürəm aşağıda 2 vur 48, üstə gəl 2 vur 32, vurulsun 100. Bu da omeqanın hesablanmasıdır. Buradan 60% alınacaq. Yəni 3-cü yanlışdır. 1, 2 doğrudur hələ ki. 4-də 1 mol oksigen çevrilməyə məruz qalır. Xeyr, 3 mol oksigen çevrilir. Bu da yanlışdır. Alınan qarışıq 4 moldumu? Bəli, 2 və 2, 4 moldur. Bu da doğrudur. 5. 1, 2, 5. Doğru cavablardır. Keçdik 20-ci suala. Azon bölməsinin son sualıdır. Bundan sonra suya keçəcəyik. Deməli, bax yazırıq. Oksigen azona çevrilir. Düzdürmü? Onda yazıram reaksiyanı birinci. Oksigen çevrilir azona. 2, 3. Başlanğıc səhv tarazlıq şəklində yazıram. 10 mol oksigen götürmüşdüm. Bu zaman N molu artıq qalıb. N molda azon alınıb. İndi 3 mol oksigendən 2 mol azon alınır da. N mol azon alınması üçün mən nə qədər oksigen sərf eləməliyəm? Buradan baxıram ki 3N böl 2. Yəni 1,5 N qədər mən sərf eləmişəm. Aha, indi 10 nəyə bərabərdir? Bunların cəminə. Yəni 2,5 N-ə. N də buradan tapıram ki, nədir? 4-ə bərabərdir. Yəni axırda bu da 4 mol artıq qalıb, bu da 4 mol əmələ gəlib, 6 mol da sərf olunub. Ona görə əvvəl 10 imiş.
Hamısını tapdıq. İndi deyir, oksigenin azona çevrilməsi zamanı qazların həcminin zamandan asılılıq qrafiki verilib, eni müəyyənləşdirin. Eni də bərabər olacaq 4-ə. Azon bölməsi ilə yekunlaşdırdıq. Keçdik su bölməsinə. Natriumun su ilə reaksiyasının məhsullarını müəyyən edin. Natrium su ilə reaksiya edəndə natrium OH və hidrogen qazı ayrılmış olacaq. Uyğun cavab A variantı. İkinci sualda deməli suyun bərk maye və buxar halıdır. Biz bilirik ki, suyun bərk və maye keçidlərində istisna olaraq bərkin sıxlığı, həcmi daha çoxdur, sıxlığı daha aşağıdır. Mayenin sıxlığı isə çoxdur və buxarın da sıxlığı aşağıdır. Deməli ən çox sıxlıq B-dədir. B böyük olacaq. İndi bərk ilə buxarı müqayisə edəndə təbii ki, bərkin sıxlığı nə qədər mayedən az da olsa buxardan çoxdur. Ona görə də B böyükdür A, o da böyükdür C şəklində. B, A, C görək hansında uyğun gəlir. Y variantında istiqamətlər belə olduğuna görə B böyükdür A-dan, o da böyükdür C-dən. Uyğun cavab Y variantı. Üçüncü sualda hansı maddə su ilə reaksiyaya daxil olur? Olur deyirsə, qələvlərin hidritləri, H-xlor reaksiya daxil olmur, sadəcə suda həll olur. Kuprum reaksiya daxil olmur, kalsium oksid də reaksiya daxil olur. Reaksiya daxil olmaq odur ki, yəni yeni bir maddə əmələ gəlsin. H-xlor həll olur, amma o daxil olmaq deyil. Yəni ki, orada yeni maddə alınmır, sadəcə H-xlorun suda məhlul olur. Deməli, 1-3 uyğun cavab C variantı. Getdik 4-ə. Deməli, metallar da XY-Z olaraq su ilə reaksiyası yoxdur. Deməli, bu aktiv metal ola bilməz. Orta aktiv metallar yüksək temperaturda daxil olurlar. Pozitivlər isə ümumiyyətlə daxil olmurlar. Ona görə ya A ya da B olacaq. Otaq temperaturunda bu qələvi torpaq metallarına aiddir. Deməli, bu doğrudur. Və yüksək temperaturda isə dəmir. Elə A variantı bura uyğun gəlir. Keçdik 5-ci sualımızda. Deməli, hansı reaksiya tənlikləri doğru verilmişdir? Natriumun su ilə reaksiyasında natrium OH və hidrogen alınır. Bu doğrudur. Sinkin su ilə reaksiyasında sink hidroksid, bu mümkün deyil. Magneziumda yenə alınır temperatur şəraitində, amma sinkdə yox. Yəni, orta aktivlərdən bir dənə magneziumda. Kalsiumun su ilə reaksiyasında kalsium hidroksid və hidrogen almalıdır. Kalsium oksid yox. Yəni, bu da yanlışdır. Yalnız bir doğrudur. Uyğun cavab C variantı. Keçdik 6-cı sualda hansı maddələrin su ilə reaksiyası birləşmə reaksiyasıdır? Natrium hidritdə hidrogen qazı çıxır. Natrium 2O-da birləşmərək natrium hidroksid əmələ gətirir. PKO5 su ilə birləşmə reaksiyası ilə turş əmələ gətirir. NO2 isə 2 cürə turş əmələ gətirir, birləşmə deyil. 2-3. Uyğun cavab 6-da A variantı. 7-ci sualda hansı reaksiyalardan yalnız mürəkkəb maddələr alınır? Baxaq, məsələn, birincidən başlayaq da. Natrium 2O su ilə reaksiyasından natrium OH alınır. Yəni, yalnız mürəkkəb maddə var da, başqa heç bir şey yoxdur. Biri götürürəm. İkincidə natrium hidridin su ilə reaksiyasından buradan hidrogen qazı da çıxır. Yalnız mürəkkəb olmadı. Sonra N2O5-in su ilə reaksiyasından da buradan da nitrat turşusu alınır. Yalnız nitrat turşusu. 3 də doğrudur. Onda 7-də C variantı olacaq. Keçdik 8-ci sualda. Deməli, hidrogenin yandırılan miqdarı və alınan suyun kütləsi. Hidrogenin yandırılan miqdarı ilə alınan suyun kütləsi reaksiyada eynidir. Düzdür? Ona görə də 1 mol əgər hidrogen yandırılıbsa, deməli ki, 18 qram, yəni 1 molda su alınır. 3 qram hidrogen yandırılıbsa, yəni 1,5 mol, buradan da 1,5 mol, yəni 27 qram su alınır. 0,5 moldan da elə 0,5 mol, yəni 9 qram su alınacaq. Müqayisə eləyəndə B böyükdür A-dan, o da böyükdür C-dən. Baxaq hansı uyğun gəlir? B, A, C. Uyğun cavab D variantı. 9-cu sualda eyni mol sayda sink və kalsium ayrı-ayrı qablarda su ilə tam reaksiya girməsi zamanı eyni olan nədir?
Reaksiya daxil olan suyun mol sayı. Reaksiya daxil olan suyun mol sayı deyəndə eyni mol sayda sink və kalsium ayrı-ayrı qablarda su ilə reaksiya girir. Sink yüksək temperaturda su buxarı ilə reaksiya girəndə buradan sink oksid və hidrogen ayrılır. Düzdürmü? İndi sink oksid və H2 reaksiya birin birə nisbətdədir. Kalsiumun su ilə reaksiyasından isə kalsiumun hidroksidi və hidrogeni ayrılır. İndi burada da reaksiya birin birə nisbətdədir, alınan hidrogenə görə. Deməli, ayrılan hidrogenlərin həcmi hər ikisində eynidir. Amma reaksiya daxil olan su eyni deyil, çünki birində 1, birində 2-dir. Bu yanlış olacaq. Reaksiyadan əsasın əmələ gəlməsi, bu da ikisində də eyni deyil. Birində var, birində yoxdur. Yəni, bir dənə 2 eynidir. Yalnız 2, C variantı. Keçdik. 10-cu sualda. Deməli, su ilə reaksiyalarından, X-in su ilə reaksiyasından qələbə əmələ gəlir. Deməli, qələbi torpaq metaldır. Onda, biraz çəkək. Natrium, kalium, natrium ola bilər. Deməli, C və Y variantı getdi. Sonra, Y-in su ilə reaksiyası getmir. Su ilə getmirsə, bu da ola bilər, bu da ola bilər, bu gedir. Temperatur şəraitində ən azından gedir. Sonra Z-in su ilə reaksiyasından oksid əmələ gəlir. Deməli ki, bu pasiv metal olacaq, daha doğrusu orta-aktiv metal olacaq. Çünki aktiv metaldan oksid yox, qələbə əmələ gəlməlidir. Uyğun cavab da onda A variantı. 11-ci sualda X-in su ilə reaksiyası üçün doğru olanları müəyyənləşdirin. Natriumun su ilə reaksiyasından əvəz etmə tiplidir, doğru. Sonra ikincidə asitliyin su ilə reaksiyası Kucherov reaksiyasıdır. Asit aldehidin alınması birləşmədir, doğru. Natrium 2O-da bu da birləşmə olmalıdır. Əvəz etmə yazıblar, səhv olur. 1-2 D variantı. 12-ci sualda su və hidrogen peroksid üçün ümumi olan nədir? Oksigenin oksidləşmə dərəcəsi, xeyr, peroksidlərdə -1-dir, burada oksiddə -2-dir. Deməli, bu yanlışdır. Hidrogenin oksidləşmə dərəcəsi, bəli, hər ikisində müsbət 1-dir. Oksigenin valentliyi isə hər ikisində 2 valentlidir. 2, 3, uyğun cavab 12-də B variantı. Keçdik 13-cü sualda. Deməli, sinkin su ilə reaksiya məhsullarını göstərin. Sink oksid və hidrogendir. Amfoter oksid və hidrogen. Ona görə də 2 ilə 4. Yəni, uyğun cavab A variantı. Keçdik 14-cü sualda. Hidrogen və oksigen suyun alınması. Reaksiya əsasən deməli, bərabər mol sayda hidrogen və oksigendən ibarət qarışıq. Reaksiyadan əmələ gələn suyun maksimum kütləsi yanmaya sərf olunan oksigenin kütləsindən 8 qram çoxdur. Hər birini məchullə götürək də 2x, 1x, bu da 2x. Əmsallarına uyğun, amma yanında məchul. İndi deyir ki, reaksiyadan əmələ gələn suyun maksimum kütləsi, yəni belirlikdə hər birini 2x, 2x şəklində götürürəmsə, buradan da 2x qədər su alınır da. Maksimum kütləsi olur 36x. Və yanmaya sərf olunan oksigenin kütləsi isə 32x-dir. Deyir, oksigenin kütləsindən 8 qram da çoxdur. 6-dan 2 çıxanda 4x bərabərdir 8, x bərabər olur 2-yə. Deməli, 2 dəfə 2, 4 mol. 2 dəfə 2, 4 mol. 4 mol götürmüşəm. Və buradan da maksimum 4 mol su ala bilərəm. Oksigendən 2 mol artıq qalacaq. İndi deyir, ilkin qaz qarşısında qazların mol sayı cəmini müəyyənləşdirin. Bu da eləyəcək 8, 14-də C variantı. Keçdik 15-ci sualımızda. Maddələrin reaksiya üçün götürülən molu. Deməli, reaksiyada bunlar 2-nin 1-ə nisbətində daxil olurlar və buradan da 2 nisbətdə su alınır. İndi bizə suyun kütləsini soruşur. Eyni mol miqdarda götürürəmsə, onda reaksiyada sərf olunan molu kimin çoxdursa ona baxıram. N molundan N mol da su alınacaq. Yəni 18 N qədər. Və yaxud da ki, N-ə konkret qiymət də verə bilərsiniz.
Burada N, 2N. Hidrogen daha çox sərf olunduğuna görə hidrogen bitəndə reaksiya bitəcək. Yəni N moluna belə deyək ki, bunun 0,5 N qədəri sərf olunacaq. İstənilən halda hidrogenin moluna uyğun 18 N qədər buradan su alınacaq. Sonra 2N, 1N. Deməli, bu reaksiya əmsalına uyğundur. Deməli, buradan 2N qədər, yəni 36N qram su alınmış olacaq. A bərabərdir B-yə, bu da kiçikdir C-dən. Uyğun cavab A variantına uyğun gəlir. Keçdik növbəti 16 və 17-ci suallarda. Biraz yığaq suallarımızı. Uyğunlaşdırma testidir. Deməli, sxemə əsasən deyir uyğunluğu müəyyənləşdirin. X, Y, Z olaraqdan kaliumdan reaksiyaya girəndə, kaliumun su ilə reaksiyasında kalium hidroksid və hidrogen alınır. Yəni X-ə A variantını əlavə edirəm. Sonra ikinciyə baxıram sink. Sink oksid və hidrogen ayrılacaq. Yəni bu Y-ə aiddir. B variantı. Kuprumdan ümumiyyətlə reaksiya getmir. C variantı. Dəmirlə dəmir oksid və hidrogen dəmirin oksidi və hidrogen ayrılır. Amma dəmirin oksidi deyəndə burada dəmirin ferium O şəklində yox. Yəni su ilə reaksiyadan ferium 2O4 alınır. Ona görə də burada elə bir variant yoxdur. Yəni bu formula uyğun gəlmir. Ferium O deyil o. D variantını heç birinə aid götürməyək. Natriumun su ilə reaksiyasından natrium OH və hidrogen, bu da X-ə aiddir. A, Y, B, C. Bu şəkildə də uyğunlaşdırırıq. 17-ci sualda deməli reaksiyaların variantları da yerləşdirək. Variantlarımız yerləşmir deyəsən. Reaksiyaların baş verməsi üçün uyğun şəraitin olduğunu nəzərə alaraq uyğunluğu müəyyənləşdirin. Yerləşdirdik. İndi baxaq. Hansı ola bilər? Məsələn, X litium ola bilərmi? Litium ümumiyyətlə hara əlavə edək? Litiumun oksigenlə reaksiyasından əmələ gəlir litium 2O. Yəni X2O ola bilər. Düzdürmü? Əgər X-dirsə, litiumun su ilə reaksiyasında litium OH və hidrogen. Yəni bu doğrudur. X litium ola bilər. X-ə yazıram litium, yəni A variantı. Sonra ikinciyə keçək sinkdə. Sinkin su ilə reaksiyasından sink oksid və hidrogen ayrılır. Yəni Y ola bilər. Həmçinin sinkin oksigenlə reaksiyasından sink oksid. Yəni Y olma ehtimalı var. Hər ikisində ödənir. Ona görə Y-ə B variantını uyğun olaraq yazıram. Sonra üçüncü kuprum. Kuprum reaksiya verməyəcək su ilə. Yəni Z ola bilər. Görək yuxarıda ödənirmi? Kuprum müstəqil oksigen, kuprum oksid, bu da ödənir. Yəni Z maddəsi də C variantı. Kuprum ola bilər. Sonra D-yə baxıram natrium. Natrium 2O. Natriumun, daha doğrusu oksigenlə natrium 2O2. Burada belə bir variant yoxdur. Ona görə bu birisi variant düz gəlir, ödənir su ilə. Amma oksidin formulu düz gəlmir. D-ni heç birinə aid eləməyəcək. Magneziumla reaksiyasında magnezium oksigenlə magnezium oksid verir. Bu tərəfə də ola bilər, Y-də ola bilər, Z-də. Və keçdik su ilə reaksiyasında. Su ilə reaksiyasında magnezium OH2 və hidrogen. Yəni buna da uyğun bir cavab yoxdur əslində. Belə deyək də, yəqin ki, bunlar köhnə nəşrə görə cavabda, çünki magneziumu götürüblər, amma köhnə kitablarda elə qeyd olunurdu. Əslində, yəni elə deyil. Magnezium hal-hazırda yeni dəstəklərə əsasən su ilə reaksiyasından magnezium hidroksid və hidrogen qazı ayrılır və temperatur şəraitinə gedən reaksiyadır. Yəni magnezium oksid alınmır artıq. Onu konkret olaraq yadda saxlamaq lazımdır. Ona görə uyğunlaşdıranda A, B, C şəklində də uyğunlaşdırmış oluruq.